Salam. 500 qram yağlı qiymənin üzərinə rəndələnmiş 1 ədəd soğan, 2 diş sarımsaq, damaq dadına görə duz, istiot, pul biber və qurudulmuş nanə əlavə edib, təxminən 5-6 dəqiqə yaxşı qarışdırıram. 10 ədəd kotlet hazırlayıb, hər iki tərəfinə çərək yağında yüngülvari qızardıram. Mütləq hazırlayın. 4 ədəd pomidoru pülüs formasında kəsib, təxminən 10 dəqiqə qaynar suda saxladıqdan sonra qabığını soyuram. Qazana əvvəlcə kotletləri yığıb, üzərinə isə qızartdığım yağı süzürəm. 1 ədəd halqavari doğranmış soğan, kotletə uyğun doğranmış 3 ədəd kartof, biber, pomidoru üzərindən yığıram. İstəyə görə bir qədər acı biber doğrayıram. Yüngülvari duz səpib, 70 qram yağ əlavə edib, 1 saat orta istilikdə bişirirəm. Hələlik.